gözlərin bulanıqlaşması baş verə bilər. Bir dəfə kifayət edir. Əsas məqsəd görməyə boş. Ağrı minimaldır. Adətən xəstələr yüngül batma hissləri yox. Adətən xəstələrdə yüngül batma hissləri. Adətən xəstələrdə yüngül batma hissləri. Gəl bir də. Gəl. Adətən xəstələrdə yüngül batma hissləri ola bilər. Prosedur adətən ambulatorik görməni qoruyan və korluq. Hər katarakta əməliyyatlıq deyil. Əməliyyat vaxtı düzgün seçiləndə nəticə çox yaxşı olur.